Elimizə bahar gəlir. Novruz bayramı hər yerdə olduğu kimi Moskvada da qeyd olunur. Martın 18-i Azərbaycanın Moskva şəhərində yerləşən Mədəniyyət və İncəsənət studiyasında azyaşlılar üçün Novruz şənliyi təşkil olundu. Tədbirdə azyaşlılarla yanaşı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyin işçiləri, diaspor nümayəndələri, tələbələr və ictimaiyyət xadimləri də iştirak etdilər. Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyin mədəniyyət məsələləri üzrə müşaviri Nigar Axundova çıxışında tədbir iştirakçılarının Novruz bayramını təbrik etdi. Прекращаются все ссоры, забываются все обиды. Люди соединяются, объединяются и устремляются к будущему. Это праздник обновления, праздник душевного обновления природы. И замечательно, что такой день, здесь собралось так много детей, потому что все наши знания, весь наш опыт, требуется ценен, потому что он передается из рук в руки, из уста. Сегодня мы будем наблюдать за тем, как наши дети, живя в Москве, имеют возможность приобщиться к азербайджанской культуре. И еще раз за это большое спасибо организаторам и инициаторам этого праздника. Всех вас поздравляем. Novruz bayramı mübarek olsun. Hamza arzularım, hoşçakalın arzusu. Azərbaycan Mədəniyyət və İncəsənət studiyasının yaradıcısı Ruslan Zeynalov isə çıxışında qonaqları bu mərkəzdə görməyindən şad olduğunu bildirdi və tədbir iştirakçılarının Novruz bayramını təbrik etdi. Очень приятно всех приветствовать в нашей студии на сегодняшнем празднике. Эти праздники будут проводиться постоянно, регулярно. И все традиции азербайджанские будут в Москве обязательно продолжаться нашими силами, силами нашей студии. Спасибо всем, кто пришел. Вас ждет замечательная программа и потрясающий концерт. Təbrik edənlər sırasına Lukoil Xeyriyyə Fondunun prezidenti Nelli Ələkbərova və tanınmış ekstrasens Zirəddin Rızayev də qoşuldu. Milli mənəvi dəyəri olan Novruz bayramı bizi burada birləşdirmişdir Rusiyada. Mən belə hesab edirəm ki, bu ən böyük xoşbəxtlikdir. Və sizi bu gözəl əziz bayram münasibətilə hamını təbrik edirəm. Sizin də can sağlığı, xoşbəxtlik, bir yanılıyım. Sağ olun. Novruz şənliyində iştirak edən studiya əməkdaşları öz mahnıları, rəqsləri, ifaları ilə qonaqlar qarşısında çıxış etdilər. Azərbaycan Mirvariləri ansamblı səməni rəqsini ifa etdi və tədbir iştirakçıları öz məharətlərini nümayiş etdirdilər. Mahnı oxuyub, şeir dedilər, musiqi alətlərində ifa etdilər. Prezident mükafatı laureatı Azərbaycan Qızıl kitabına düşmüş Nasranın Dadaşovanın pianinoda ifası isə bayram gecəsinə gələnləri tez cəlb etdi. Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan Mədəniyyət və İncəsənət studiyasının keçirdiyi rəsm əsərləri müsabiqəsində Rusiyanın əməkdar rəssamı Əskər Məmmədov qalib gəlmiş iştirakçılara fərqlənmə diplomu təqdim etdi. Keçən ilən Kosanın səhnəyə gəlməsi isə balaca seyircilərin ürəyincə oldu. Keçəl və Kosadan sonra səhnəyə Bahar qızı gəldi.
Təşkilatların qonaqlara sürprizi isə studiyanın vokal kollektivinin rəhbəri Yeni Ulduz müsabiqəsinin qalibi Elçin Bədəlov oldu. Bayram gelir elime elimize, zafer olur dilime dilimize. Bayram gelir elime elimize, zafer olur dilime dilimize. Gülüm gülüm elim gülüm, gülü gözlerini yarım çağır darım çağır kadın, gülür eller gülüm gülüm elim gülüm. Sonra tədbir iştirakçıları Novruz hədiyyələri aldılar. Nəzərinizə çatdıraq ki, Azərbaycan Mədəniyyət və İncəsənət Studiyasının əsas məqsədi Azərbaycan adət ənənələrinin Moskvada yaşatmaqdan və inkişaf etdirməkdən ibarətdir.